Bizim şirkətin adı BayTMMC-dir. Biz BayTMMC olaraq idarəetmə proqramları yazırıq. Bəli. Məsəl üçün, təhsillə bağlı idarəetmə proqramımız Eduazdır. Bizim tacir proqramımız var ki, məsələn, Bəli, Tacir bəli. Pro, ambar, kassa, satış proqramıdır. Yəni bütün ticarət məntəqələri bizim proqramımızdan istifadə edə bilir. Alış, satış, bəli, mal bəli. alınması, satış. Necə ki, marketlərdə, ambarda gördüyünüz proqram olur, inteqrasiya olunan proqramlar. Bizdə vergi aparatından tutmuş, elektron resept, hətta apteklər də bizim proqramımızı istifadə edə bilir. Elektron reseptdə inteqrasiya var, kassa vergi aparatlarına inteqrasiya var. Çoxlu bizdə inteqrasiya var. Hətta son zamanlar vergi yeni bir inteqra aparat çıxardı ki, məsələn, sistem çıxardı ki, onu hər adam, hər proqram inteqrasiya oluna bilmirdi. Məsələn, bizim proqramda o mövcuddur. Eyni zamanda bizim tacirdən əlavə, məsəl üçün MTK-ların, mənzillərin idarə edilməsi üçün proqramımız var. EMTK az deyə. O Azərbaycanda bizim rəqibimiz yoxdur bu arada. Onu da bildirim sizə. Yəni mənzil korporativlərinin idarə edilməsi olan proqram təminatı. Ora mənzillərinizi qeyd edə bilirsiniz. Hansı mənzilin kirayə-çidirmi, ödənişi nə zaman ödəniləcək? Az əvvəl Eduazda dediyim kimi, necə ki, tələbələr üzərindən idi. Burada da artıq kirayəçilər, mənzil sahibləri, onlar üzərindən proseslər gedir. Sonra bizim əmlak bazası proqramımız var. Məsəl üçün, bu mülkiyyətçilər tərəfindən qeyd olunan elanları oxuyur, toplayır, sizə bir baza kimi verir. İnanın, bu hətta sizə proqram daha maraqlı gələcək. Məsəl üçün, girir, yeni əmlakdan girir, sayta baxmır, bina azdan tək-tək, məsələn, mən ev axtaracam, tək-tək saytları gəzmirəm. Bir proqramın içərisində bütün məlumatları toplayıb mənə verir. Mən istəyirəm bu barədə biraz başqa gün, inşallah, başqa bir efir təşkil eləyək sizə, düzü təqdim edək və orada siz geniş bir şəkildə danışa bilərsiniz və yaxud nümayəndələrinizdən. Niyə də olmasın? Bu sistem də mənə maraqlı gəldi.